Ömər radiyallahu anhu bir gün belə bir məclisə gəlir və deyir ki, sahabələrdən soruşur. Deyir, nə istəyirsiniz? Nə arzunuz var? Hər kəs öz istəyini, öz arzusunu desin. Sahabənin biri deyir ki, mən istəyərdim çoxlu qızıllarım olsun, infaq edim, sədəqə verim. Digəri deyir ki, bəs başqa nə istəyirsiniz? Başqa nə arzunuz var? Digəri deyir ki, mən istəyərdim başqa yəni dəyərli daşlar və s. başqa dəyərli bir şeylərim olsun. Mən də onlardan sədəqə edim. Ömər radiyallahu anh yenə soruşur. Deyir, başqa nə istəyiniz var? Onlar deyirlər ki, ey Ömər, deməli sən bizdən başqa bir şey istəyirsən. Biz bilmirik nədir? Sənin bizdən istədiyin. Və Ömər radiyallahu anh deyir ki, mən Əbu Ubeydə el-Cərrah, Xalid ibn Valid belə şəxsiyyətlərdən istəyirəm, belə kişilərdən istəyirəm. Niyə bunu deyir?